süni intellektin istifadəsi kinoda hələlik birbaşa olaraq müdaxilə olmasa da, büdcə dostu olduğu üçün getdikcə artacaq. Əlbəttə, burada başqa bir məqam da ortaya çıxır. Yaxşı, bu filmin müəyyən qədər kinonun texniki tərəfləridir, bəs yaradıcı tərəfi necə olacaq? Süni intellektin kinoya təsirinə baxdığımız zaman əslində süni intellekt həyatımızda da son illərdə gündəmə gəldi və artıq aktiv şəkildə istifadə olunur və kinoda buna qarşı ilk ciddi müqavimət 2023-cü ildə başladı. 2023-cü ilin yay aylarında Amerikanın Aktyorlar Gildiyası və eyni zamanda Amerikan Yazıçılar Gildiyası belə bir etirazlar etdilər və onlar tətil elan elədilər. Bu tətil zamanı onlar heç bir iş görmürdülər. Həmin tətilin əsas şərtlərindən biri məhz süni intellektlə bağlı olan tənzimləmələr idi. Belə ki, süni intellektin necə istifadə olunacağı, aktyorların sifətləri, aktyorların görünüşlərinin həmin materiallarda istifadə olunacağı və ya yazıçıların, ssenaristlərin yazdığı materialların hansı şəkildə tənzimlənəcəyi qeyri-müəyyən idi və burada həmin şərtlər daxilində süni intellektin xüsusi sərhədlərinin müəyyənləşdirilməsi bir prioritet kimi ortaya çıxmışdı. Və təsadüfi deyil ki, bu uzun bir müddət çəkdi. Məsələn, Aktyorlar Gildiyasının tətili 3 ay müddətinə davam elədi və sonda onlar belə bir razılığa gəldilər ki, aktyorların görünüşlərindən, səsindən istifadə edərkən onlardan razılıq alınmalıdır. Yəni istənilən bir şirkət onlardan razılıq almalıdır, öz istədikləri kimi istifadə edə bilməzlər. Eyni zamanda indiki dövrdə aktyorlar çəkildikləri filmə görə müəyyən müəllif hüquqları var. Onların öz şəxsi mülkiyyəti olan şeyləri istifadə edirlər və buna görə onlar gəlir əldə edirlər. Və tələbləri də bu idi ki, süni intellektlə olsa belə yenidən istifadə zamanı, razılıqdan sonra onlara həmin gəlirdən də pay olmalıdır. Yəni süni intellektdir deyə şirkətlər deyə bilməz ki, yox, biz sənə pul ödəmirik. Yəni belə bir məsələ var idi. Yazıçılar tərəfində isə çox maraqlı məqam ondan ibarət idi ki, yazıçılar deyirdi ki, biz istəyirik ki, bizim qarşılıqlı razılıq əsasında biz süni intellektdən istifadə edə bilərik. Təbii ki, şirkətlə bunu razılaşaraq, amma eyni zamanda həm də belə bir istəkləri, arzuları var idi ki, süni intellektin yazdığı bir əsəri götürüb təzədən işləyirlərsə, yenidən onu ssenariləşdirirlərsə, o artıq bu müəllifin, bu əsərin ikinci müəllifi, ikinci dərəcəli müəllifi, redaktor yox, birbaşa müəllifi sayılmalıdır və müəllifi kimi də ödəniş almalıdır, qonorar almalıdır. Bütün bu proseslər əslində Amerikada başlamağının səbəbi odur ki, Amerikada həm kino sənayesi var və kino sənayesinin iştirakçılarının haqqlarını qoruyan bu gildiyalar çox güclüdür və onların təsir qüvvəsi də var və onlar potensial təhlükənin qabağını almağa çalışırdılar. Amma eyni zamanda bu ilki Oscar 2025-ci il Oscar mükafatları zamanı belə məsələlər ortaya çıxdı ki, bəzi filmlərdə artıq süni intellektlərdən istifadə olunub və bu süni intellektdən istifadə olunmağı bir növ belə bir böyük bir ajiotaja səbəb oldu. Məsələn, Brutalist filmi var idi ki, Brutalist filmi haqqında gedən Oscar kampaniyaları zamanı orada məlum oldu ki, Adrian Brody'nin səsində müəyyən macar aksenti olsun deyə süni intellektdən istifadə olunub. Yəni onun səsini dəyişiblər. Əlbəttə bu ümumi kampaniya, filmin ümumi kampaniyasına müəyyən dərəcədə zərər versə də yekunda Adrian Brody Oscar mükafatına layiq görüldü. Yəni çox da böyük təsir etmədi və daha sonra isə Oscar tərəfindən belə bir açıqlama oldu. Oscar komitəsi açıqlama elədi ki, akademiya açıqlama elədi ki, çoxları gözləyir ki, onlar kəskin şəkildə süni intellekti ləğv edəcəklər və ya süni intellekti istifadəsini qadağan edəcəklər. Onlar dedi ki, bizim bu filmləri dəyərləndirməyimiz üçün nə bir müsbət şəkildə buna təsiri var, nə də mənfi bir təsiri var. Amma eyni zamanda bunu da nəzərə alırıq ki, biz filmləri dəyərləndirərkən, akademiya olaraq dəyərləndirərkən insani tərəfi, insan gücü, insanın yaradıcılığını vurğulayan şeyləri yenə də prioritet olaraq götürəcəyik və belə bir
açıqlama elədilər. Bu əlbəttə müəyyən şəxslər, qurumlar tərəfindən birmənalı qarşılanmadı. Bəziləri bunu müsbət qarşıladı, bəziləri düzgün yanaşma deyil və burada ondan sonra baş verənlər məncə məsələni daha da maraqlı edir. Çünki artıq süni intellekt belə aydın olur ki, rahatlıqla kino sənayesinə, kino industriyasına daxil ola bilər. İndi burada belə bir sual ortaya çıxır ki, daxil olduqdan sonra necə istifadə olunacaq? Burada müxtəlif sahələr var ki, həmin sahələr həddindən artıq çox əmək tələb eləyir. Xüsusilə pre-production və post-production adlanan mərhələlərdə pre-production filmin hazırlıq mərhələsidirsə, post-production filmin film çəkilişi bitəndən sonrakı mərhələsidir. Eyni zamanda kino industriyasında da belə bir vurğular, belə bir dəyişikliklər oldu. Məsələn, Warner Bros bir şirkətlə, süni intellekt şirkəti ilə CineLittle belə bir adı var idi. Belə bir şirkətlə əməkdaşlığa başladılar. Həmin bu şirkət daha əvvəlki filmlərin data setlərini yığaraq, daha əvvəlki çəkilən filmlərin bazarda, kassada hansı uğurlar əldə etdiyini və insanların hansı davranış modellərini sərgilədiyini toplayaraq müəyyən təxminlər etməyə çalışırdı ki, bir film kassada məsələn nə vaxt daxil olsa kassaya uğur qazana bilər və ya bu filmin kassada uğur qazanmaq ehtimalı nədir, azdırmı, çoxdurmu, xüsusilə əgər bir şirkət çox böyük bir investisiya eləyəcəksə, bu cür təxminlər əslində vacibdir. Çünki onlar bilmək istəyirlər ki, buradan biznes olaraq gəlir əldə edə biləcəklər, yoxsa gəlir əldə edə bilməyəcəklər. Bu məsələn kinonun industriya tərəfidir ki, bu çox böyük belə bir təsiri var da. Əlbəttə buna məsələn tənqidlər də var idi. Çünki deyirlər ki, bəzən bir filmin uğur qazanıb qazanmayacağını heç də həmişə keçmişdə baş verənlər və ya keçmişdə insanların davranış modelləri müəyyən eləmir. Buna səbəb olan məsələn həmin dövrdə olan ictimai siyasi situasiya ola bilər və ya başqa faktorlar olur ki, film birdən-birə çox böyük uğur qazana bilər, çox böyük diqqət çəkə bilər və ya tam əksinə baş verə bilər. Bu kimi məsələn bu modellərə, süni zəka modellərinə tənqidlər mövcuddur. O ki qaldı bayaq dediyim pre-production və post-production mərhələsinə. Burada kinonun hazırlanması, filmin ortaya çıxması üçün bir çox faktorlar var və təbii ki biz izlədiyimiz zaman ancaq görüntüləri görürük. Amma tutalım bir filmin çəkilməsi üçün onun əvvəlcədən bir konsept olaraq hazırlanır, storyboardları olur, konsept işi görülür, xüsusilə məsələn səs miksajı olur, səslər düzəldilir və ya səs dublyaj olunur. Bunlar hamısı pre və post production mərhələsinə aid olanlardır və bu adı çəkilən məsələlərin hər biri xeyli sayda insanın əməyini tələb edir. Amma indiki dövrdə artıq çox rahatlıqla düzgün promptlar yazaraq, düzgün göstərişlər verərək həmin o konsept artları ortaya çıxartmaq mümkün olur. Və bu istər-istəməz xüsusilə bu kimi məqamları, məsələn, rəssamdırsa onun işini biraz azaldır və ümumiyyətlə şirkətlərə, kino istehsalçılarına müəyyən şərait yaradır ki, onlar büdcələrdə qısıtlamalar eləyə bilsinlər və tutalım bir adama əgər $10,000 ödəniş edəcəklərsə, bunu çox rahatlıqla $500 bir şəkildə həll eləyə bilsinlər. Və ya tutalım dublyaj üçün xüsusilə səsin təmizlənməsi, səsin düzgün olaraq yerləşdirilməsi və s. bu kimi şeylər çox büdcə tələb eləyirsə, artıq süni zəkalar var ki, xüsusilə ancaq səslə məşğul olur və səsi düzəldir, səsi daha yaxşı tənzimləyir. Bu da istər-istəməz büdcəni aşağı salır. Və bu kimi faktorlar ümumilikdə göstərir ki, süni intellektin istifadəsi kinoda birbaşa olaraq, hələlik birbaşa olaraq müdaxilə olmasa da, büdcə dostu olduğu üçün getdikcə artacaq. Əlbəttə, burada başqa bir məqam da ortaya çıxır. Bu məqam ondan ibarətdir ki, yaxşı, bu filmin müəyyən qədər kinonun texniki tərəfləridir, bəs yaradıcı tərəfi necə olacaq? Əslində, yaradıcı tərəf burada yazıcı tərəfini, senarist tərəfini vurğuladıq, aktyor tərəfini də vurğuladıq. Digər tərəfdən isə rejissor tərəfidir, rejissor duyumudur. Orada bunu vurğulamaq yerinə düşər ki,
insanlar elə düşünür ki, xüsusilə yaradıcı insanlar elə düşünür ki, yaradıcılıq insanın fərdi təcrübəsindən ortaya çıxan şeydir və süni intellektə qarşı gələn əsas arqument bundan ibarətdir ki, süni intellektin hər hansısa bir təcrübəsi yoxdur. O bütün özündən əvvəlki məlumatları toplayaraq bir mix yaradır, ortaya yeni bir şey çıxardmır əslinə qalsa. Və insanları bir növ rahatlaşdıran da ondan ibarətdir ki, biz insanıq və bizə toxunan, bizə yad olmayan şeylər məhz bizim təcrübələrimizdir və o həmin təcrübələr ancaq insan vasitəsilə göstərilə bilər. Məsələn, məşhur rejissor Scorsese'nin belə bir ifadəsi var ki, o deyir ki, ən yaradıcı olan şey ən şəxsi olandır. Yəni, insanın ən şəxsi tərəfini açıb hamıya göstərməyidir və bunun hamı tərəfindən qəbul olunmağını gözləməkdir. Bu çünki eyni zamanda çox məhrəm bir şeydir. Yəni, o ancaq sənə məxsusdur. Andrey Tarkovskinin Ayna filmi var. 1974-cü ildə çəkilib bu film və bu filmdə, filmin əvvəlində biz uşaqlar görürük, uşaqlar qaçışırlar, bir bina, evin yanmağını görürük, yağış yağır və s. belə çox qaramat bir atmosferi var əslinə qalsa və film çıxdıqdan sonra kinotənqidçilər tərəfindən çox böyük tənqidlərə məruz qalır ki, çox avangarddır, heç kim bunu başa düşmür, başa düşülməzdir, ümumiyyətlə bu nə deməkdir bu film. Amma sonra Tarkovski öz kitabında möhürlənmiş zamanda belə bir məqam vurğulayır ki, ona bir qadın məktub yazılmış və ona öz təşəkkürünü bildirir və deyir ki, burada göstərilən şeylər sanki mənim öz uşaqlığım idi və mən sanki o uşaqlığıma getdim və eyni ilə bu cür biz də lampanı bu cür yandırırdıq, yağış belə olurdu, bacımla, qardaşımla biz də belə qaçırdıq, yağışın altında oynayırdıq və mənə çox maraqlıdır ki, siz bunu necə görmüsünüz? Axı bu mənim həyatımdır. Filmdə, kinoda belə bir şeydir ki, ortaya çıxan məhsul bizim həyatımızdır, insanların həyatıdır və məhz bu insani tərəf hər zaman digərlərinə toxunmağı bacarır. Burada son olaraq maraqlı bir məqam da ondan ibarətdir ki, bayaq rəssamlığı vurğuladım. Rəssamlığın əsas faktor olduğu sahələrdən biri animasiyalardır və hətta animasiya əsərlərinin müəllif hüquqları çox ciddi məsuliyyətlər tələb eləyir ki, onu istifadə edərkən diqqətli olmaq lazımdır. Məsələn, animasiya gildiyasının yenə Amerikada keçirdiyi bir sorğu var idi və orada o sorğuda verdikləri cavablardan belə aydın olurdu ki, onlar süni intellekti öz işlərinin itirilməyi üçün çox böyük təhdid kimi görürlər. Xüsusilə rəssamlar, konseptual artistlər düşünürlər ki, zamanla onların yeri alınacaq və artıq süni intellektə veriləcək. Amma buna baxmayaraq yenə müəyyən müəllif hüquqları məsələsi, müəyyən yaradıcı məsələlər çox vacib bir rol oynayır ki, biz rəssamlar da, kino tənqidçilər də, eyni zamanda rejissorlar da və bütün bu industriyanın fərdləri də özlüyündə birlikdə yaxşı işlər ortaya qoya bilsin və süni intellekt isə sadəcə mən ən azından belə düşünürəm ki, yaradıcı insan ruhunu, insanın yaradıcı qüvvəsini əvəz edə bilməz, ancaq onun edə biləcəyi şey daha köməkçi olmaq, daha kömək etmək, eyni zamanda bəlkə xərcləri aşağı salmaq və daha intensiv, daha yaxşı işlərin ortaya çıxmasına kömək ola bilər. Onsuz da digitallaşmanın, rəqəmsallaşmanın nəticəsində kinoindustriyada həddən artıq müxtəlif kompüter tərəfindən yaradılan görüntülərdən istifadə edilməyə başladı. Məsələn, artıq bəzi səhnələrdə görürük ki, LED ekranlardan istifadə olunur. Həmin o LED ekranlara yansıdılan görüntülər, məsələn, Unreal Engine deyə bir platforma var, orada yaradılır və bu cür platformalarda yaradılır. Yəni, bir növ reallığın simulyasiyasıdır, amma nəticə etibarilə bu öz-özlüyündə incəsənətin özünün qarşısına keçmir. O sadəcə incəsənətin texniki tərəfini daha təkmilləşdirməyə imkan verən bir funksiyaya çevrilir.